Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün psixi sağlamlığın qorunma yollarından danışacağıq. Təbii ki, mövzu ilə bağlı müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssislər dəvət etmişəm. İlk olaraq onları sizə təqdim edim. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə xanım Qurbanova. Lamiyə xanım, xoş gəldiniz. Təşəkkür edirəm, çox sağ olun. Eyni zamanda bizim dəyərli həkim, psixoterapevt Elmir Əkbər. Doktor, siz də xoş gəldiniz. Hər vaxtınız xeyir olsun. Mövzumuz əslində çox sadə səslənsə də, amma onun fəlsəfi, belə deyək də, artıq düşüncəsinə söykənəcək izahı çox genişdir. Psixi sağlamlığımızın qorunma yolları. Ümumiyyətlə, psixi sağlamlığın mahiyyəti haqqında ilk olaraq oradan başlayaq, Lamiyə xanım. Elə bugün də mövzumuzu mütəxəssislərlə bərabər davam edirik. Psixi sağlamlığın qorunma yollarından danışırıq. Təbii ki, qorunma yollarından, belə deyək, artıq mövzuya giriş edəndə ilk olaraq ağlımıza mahiyyət gəlir. Nədir psixi sağlamlığın mahiyyəti, Lamiyə xanım? Buradan başlayaq, buyurun. Mən psixi sağlamlığın haqqında danışmamışdan öncə Peyğəmbərimizdən bir sitat çəkmək istəyirəm. Həzrət Məhəmməd deyib ki, əldən getməyəcək, qədrini bilmədiyimiz iki şey var həyatda. Sağlamlıq və gənclik. Deyirlər ki, sağlamlıq hər şey demək deyil. Amma sağlamlıq olmayanda da həyat bir heçdir. Ümumiyyətlə, sağlamlıq deyəndə bütün canlı varlıqlara şamil edilən elə bir durumdur ki, bütün orqanlar burada müvəffəqiyyətli fəaliyyətini icra edir. Amma digər canlılardan insanları fərqləndirən bir mühüm cəhət də ondan ibarətdir ki, insan sağlamlığından danışanda burada həm fizioloji sağlamlıq, həm psixi sağlamlıq, həm də sosial sağlamlıqdan danışmaq lazımdır. Çünki təkcə fiziki sağlamlığı olan insana ancaq psixoloji durumu yerində deyilsə, sosial mühitə adaptasiya problemi yaşayırsa, şəxsiyyətlər arası münasibətlərdə konflikt yaşayırsa, yəni bu insana biz sağlam deyə bilməyəcəyik. Çünki üç qeyd elədiyimiz komponent bir-birindən qarşılıqlı əlaqədə, yüksək səviyyədə olanda biz o insanın, belə deyək ki, sağlamlığından danışa bilərik. Siz psixi sağlamlığın mahiyyəti haqqında soruşdunuz. Fiziki sağlamlıq deyəndə hamı göz önündə canlandırır ki, fiziki cəhətdən bizim orqanlarımızın rahat, müvəffəqiyyətli fəaliyyəti. Sosial sağlamlıq da deyəndə cəmiyyətə normal adaptasiya, öz cəmiyyətdəki nüfuzundan, statusundan razı olmaq. Yəni, elə adamlar var, məsələn, belə deyək də, hər şeyi həyatda var, ancaq baxırsan ki, yenə də hər yerdə özünü öndə görmək istəyir. Baxırsan ki, bu insanın özünü təsdiqə ehtiyacı var. Kifayət qədər ətrafdan dəyəri ala bilmir. Bilmir ki, bunun mahiyyəti nədən ibarətdir, necə özünü cəmiyyətdə təsdiq eləsin. Yəni, biz onu araşdırsaq, şuuraltı problemlərə gəlib çıxacaq, komplekslərə gəlib çıxacaq. Yəni, ona görə bu baxırsan ki, nə qədər belə deyir, geyimi qəşəng olsun, keçimi qəşəng olsun, yəni hətta vəzifəsi filan olsa da, yəni baxırsan ki, cəmiyyətdə özünə istədiyi statusu qazana bilmir. Amma elə adam da var, sadə adam da cəmiyyətdə olan mövqeyindən, hörmətindən razıdır. Bunun təbii ki, bu birinci adamla müqayisədə bu insanın sosial sağlamlığı yerindədir. Psixi sağlamlıq deyəndə, psixi sağlamlıq insanın mənəvi potensialını reallaşdırmağa imkan verən bir durumdur. İstənilən psixoloji problem olanda insanın psixoloji neytrallığını qoruyan bir durumdur. Yəni, psixi sağlamlıq deyəndə biz artıq belə bir vəziyyəti nəzərdə tuturuq. Yəni, sanki mənəvi rahatlığı, yəni biz nəzərə almalıyıq. Ona görə hər üç komponent qeyd elədiyim kimi bunlar istəyir psixi sağlamlıq, istəyir fiziki sağlamlıq, istəyir sosial sağlamlıq. Üçü vəhdətdə qaydasındadırsa, biz bu insanlara belə deyə bilərik, sağlam insan. Yəni, çünki sağlamlıq, yenə dediyim kimi, digər canlılardan insanı fərqləndirən cəhət odur ki, üçü də bir yerdə olmalıdır. Bax, Ülviyə xanım, bugünkü gün baxırıq ki, fiziki cəhətdən çox sağlam insanlar var. Mən indi özüm Pedaqoji Universitetinin müəllimiyəm, gənclərlə hər gün ünsiyyətdəyəm, auditoriyaya giririk, sayları da çoxdur. Maşallah da gənclikdən enerjili biz hansı yaş dövrünü təsəvvür edirik. Ən gözəl gənclikdir. Amma baxırsan ki, yəni
hər şey təbiət verib də. Deyir, məsələn, 30 yaşa qədər nəyə sahibsənsə, təbiət onu sənə bəxş eləyib. 30 yaşdan sonra nəyə sahibsənsə, xarici görkəm olsun, sağlamlıq olsun, artıq bu sənin fəaliyyətinin nəticəsidir, həyat tərzinin nəticəsidir. Yəni, bu uşaqlara baxırsan, məsələn, hər şey var. Amma baxırsan ki, əksəriyyətdə, yəni bunu etiraf eləyək, lap heç universiteti götürməyək, yolda gedirsən, siz özünüz də müşahidə edirsiniz də, cavan uşaqlarda, cavan gənclərdə üzlərində pozitiv emosiya olan insanların sayını biz az görürük. Ay bala, sənə nə olubdu? Hə, mən gələcəyimi ümidsiz görürəm. Mən gələcəyimi belə təsvir eləyə bilmirəm. O uşağın özündə günah yoxdur. Biz psixoloquq. Deməli, valideynin yaşadığı psixoloji problemlərlə yüklənib bu uşaq. Həyat buna fiziki cəhətdən, yəni yaş dövrüdür də, hər şey bəxş eləsə də artıq bu, belə deyək ki, şuur altında bu negativlər bunun gələcəyini, istiqamətini qoyubdur. Yəni, onda biz necə deyə bilərik ki, bu adam sağlamdır? Xeyr, bu artıq potensial risk qrupuna daxildir. Yəni, bu insanın gec, tez o fiziki sağlamlığı da əldən gedəcək. Niyə görə? Çünki bunun psixoloji problemləri varsa, artıq nə edəcək? Negativ vərdişlərə yönələcək. Yəni, belə deyək ki, həyat tərzinə bu öz təsirini göstərəcək. İndi bizdə kortizol hormonu, qorxu, stres hormonu var da. Heç çox, baxırsan, kök insanların sayı çoxalır, güya diyeta saxlayır. O da, belə deyək ki, metabolizm, maddələr mübadiləsini pozur. Heç bir şey, bir də görsən, ağzına bir şey alan kimi deyir, mən adi sudan belə kökəlirəm. Yəni, ona görə Ülviyə xanım, biz 3 psixi sağlamlığı ayırsaq da ümumi, yəni deyək ki, bunlar üçü bir vəhdətdə olanda, amma insan sağlam olur. Amma onu da qeyd edeyim ki, psixi sağlamlıq hər şeyə, hətta o fiziki problemlərə belə qalib gəlmək gücünə malikdir. Yəni, bunu da qeyd edeyim. Bizim psixi sağlamlığımız əgər tam olaraq bünövrədən sütunu sağlamdırsa, istənilən tibbi xəstəlik dəf edəcək. Çünki mücadilə gücümüz olacaq, mübarizə aparmaq və yaşamaq eşqi uğrunda mücadiləmiz olacaq. Doktor, çox gözəl məqamlara toxundu Lamiyə xanım. Bir sual yaranır. Bu, psixi xəstəlik tibbi xəstəlikləri gətirir əksərən, yoxsa tibbi xəstəliklər fonunda psixi xəstəliklər daha çox qabarır? Hələ də bunun kimin nə ardınca gəlməsində böyük bir, belə deyək də, yanaşma fərqlilikləri var. Buyurun. Demək, təbii ki, bayram günləri sizin efiriniz olmur, dönəndə olmadı. Ona görə də demək olar ki, həkimlərin bayramı bugün. Burada siz vurğuladınız, ona görə bir həkim olaraq bütün tibb işçiləri adından sizə təşəkkür edirəm, Ülviyə xanım. Biz təşəkkür edirik. Bilirsiniz, sizin xidmətiniz hər kəs öz sahəsində bir sərkərdədir. Siz doğrudan da necə ki, bizim əskərlərimiz səngərdə sərhədləri, torpağın fiziki sərhədlərini qoruyur. Siz də həmçinin Azərbaycan elminin, Azərbaycan vətəndaşlarının, belə deyək də, sağlamlığının keşiyindəsiz. Hər dəfə bura dəvət elədiyiniz mütəxəssislər, yəni bu bir faktdır ki, bugünkü gün Azərbaycanda heç bir maddi təmənna olmadan sırf Azərbaycan vətəndaşlarına, Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə xidmət göstərən yeganə tibbi psixoloji verilişin rəhbəri və aparıcısısınız siz. Təşəkkür edirəm. Və sizin bura dəvət elədiyiniz insanları mən özüm, yəni baxıram, təbii ki, iştirak eləmədiyim verilişlərə də. Baxın, bugünkü gün Lamiyə xanım burada təkcə ən yüksək bir peşəkar kimi mütəxəssis məsləhəti vermir. O həmçinin bir insanlıq, bir şəxsiyyət nümunəsidir. Bir xanımlıq nümunəsidir. Xüsusilə də indi hər kəs öz yorğanı çəkir öz ağrılı tərəfinə. Yeniyetmələr gənclərdir mənim mövzum deyə. Gənc qızlarımızın bax belə sizin kimi, Lamiyə xanım kimi dəyərli şəxsiyyətlərdən nümunə götürməyi, necə danışmaq lazımdır, necə davranmaq lazımdır, özünü necə aparmaq lazımdır. Dediyim kimi təkcə bir yüksək peşəkar mütəxəssis kimi yox, bir insan, bir xanım, bir şəxsiyyət kimi öyrənir. Ona görə də bu əvəz olunmaz bir roldur. Çünki bugünkü gün sosial şəbəkələr o qədər xüsusilə də gənclərə, yeniyetmələrə zərbə vurur. Axı o idarə olunmaz bir sektordur. Orada mümkün deyil. Bütün dünyada onun qarşısını almaq mümkün deyil. Amma ən azından insanlar bilirlər ki, sənin seçiminə baxacaqlar, özləri də, evlatları da pozitiv alacaq. Ona görə mən sizə dərin təşəkkürümü bildirirəm. Var olasınız, Allah sizi qorusun. 2 cümlə ilə də mən
sualınızı cavablandırırım. Çünki Lamiyə xanımın fikirləri o qədər dəyərlidir. Mən istəyirəm həm özüm onu dinləyim, həm tamaşaçılarımız onu dinləsin. Çünki pedaqoji psixologiya o qədər əhəmiyyətli bir sahədir. Yəni, pedaqoji universitetdə çalışan bütün dəyərli bizim mütəxəssislərimiz bunu bilməlidirlər ki, onlar bizim üçün həm mütəxəssis kimi, həm də axı pedaqogika bir ayrı bir yanaşmadır da. Axı orada insan hardasa bax o pedaqogika sahəsində olan insanlara biz ona transfer deyirik, rusca перенос deyirik. O hisslərini, münasibətlərini, valideyninlə olan münasibətlərini yönləndirir və ondan nümunə örnək götürür də. Ona görə də mən istəyirəm daha çox Lamiyə xanım çox danışsın və burada sizin qoyduğunuz sualda iki məqam var. Somatopsixologiya və psixosomatika. Somatopsixologiya məlum məsələdir. Yəni hər bir insan xəstələnəndə onun əhval-ruhiyyəsində yüngül belə deyim, asteniya və depressiya mütləq yaranacaq və bundan da əlavə spesifik xəstəliklərin yaratdığı psixoloji problemlər də var. Endokrin sistemin xüsusilə də xəstəlikləri biz çox gözəl bilirik ki, şəkər xəstəliyində bir cür psixoloji sıxıntılar yaranır, qalxanvari vəzin xəstəliklərində tamam başqa cür şəkillər yaranır. Bunu bilinir, çox asandır bunları bilmək, amma ən vacib sir tamaşaçılarımız bilsin, harada gizlənir? Psixosomatikada ki, əslində bütün fiziki xəstəliklərin yaranmağı birinci ruhdan başlayır. Bilirsiniz, bəzən biz ruhdan, siz bilirsiniz ki, psixoterapiyanın banilərinin 90-99% ateist dünya görüşlü insanlardır. Çox içərisində inanclı olan insanlar azdır, var, amma az olubdur da. Ancaq ruhun varlığına hamı, çünki psixologiya deyirlər ki, necə ola bilər ki, psixoloq ruhunu, məsələn, xüsusilə də əgər Freud ateist idi, amma ruhun varlığını necə qəbul insana, axı bizim elmin kökü psixo sözü ruh deməkdir. Ruh deməkdir. Bəli, və o dediyimiz alimlər hamısı ruhun strukturu haqqında, düzdür, indi Lamiyə xanımdan sonra mən də istəyirəm, cüzü də olsa deyim, Qurani Kərimdə səhv vermirsə belə bir söz, siz ruhun mahiyyətini heç vaxt anlaya bilməzsiniz, öyrənə bilməzsiniz. Yəni biz şərti olaraq səthi də olsa şuuraltı, şuur, super ego, bunlar əslində həmin o hissələrdir də, fiziki bədənin hissələri olduğu kimi. Ona görə də yəni hər şey ruhdan başlayır. Bütün xəstəliklər oradan başlayır. Onkoloji xəstəliklər, ürək-qan damar sistemi xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri, dəri xəstəlikləri, endokrinologiya, şəkər xəstəliyi, bunların özləri elə yarananda psixoloji, hətta bədbəxt hadisələr belə. Necə oldu, insan hər gün eyni yolu gedib gəlirdi, hadisə oldu. Niyə? Çünki şuuraltı artıq nələrsə getmişdi deyə labüd idi o hadisə. Demək ki, biz ruhsal dünyamızı hər zaman sağlam qorumağa çalışmalıyıq. Amma Lamiyə xanım, nə dərəcədə bu bizdə alınır? Bəzən bir-birimizə elə görəndə sağlamlıq arzulayırıq ki, özünüzü qoru, özünə yaxşı bax. Və bəzən də deyirik ki, mən özümə elə gözəl baxacam ki, heç bir zaman xəstələnməyəcəm. Elə məqamlar var ki, və xüsusən də bu psixi xəstəliklər var ki, bizdən asılı olub-olmadan görürsən ki, bizim artıq dəvətsiz bizim dünyamıza gəlir və bundan heç kəs sığortalanmayıb. Yəni, deyək ki, mən heç bir zaman yaşadığım bir faciədən, situasiyaya görə bu hadisəyə, bu hala düşməyəcəm deyəcək bir anlayış yoxdur. Amma bəzən özümlə bacarıram və özümü sakitləşdirəcəm deyə yanlışlarımız var. Burada, baxın, hər bir gedən pozuntuda biz özümüzə müalicədə, belə deyək də, yetərincə bir imdada çatacaq insanıq. Niyə bəzən qəbullanmırıq mütəxəssisi, niyə qəbullanmırıq bir psixoloqa gedişi, deyirik artıq o məni özümdən gözəl tanımaz. Bunlar çox geniş yayılıb. Psixoloqa müraciət anlayışından bunların hamısını kəşf etmişəm. Bəlkə də araşdırmalarımın bir toplumudur. Hər bir insanın dediyi sözdür ki, məgər mən getdiyim mütəxəssis məni məndən gözəl mi tanıyacaq? Məni övladımdan məndən gözəl mi tanıyacaq? Nə əlaqəsi deyir? Yəni, onların düşüncəsidir. İndi bu və ya digər formada təhlil edirlər. Yəni, niyə bu qədər biz özümüzə bəzən psixi xəstəliyi ciddiyə varmırıq? Ötüb keçər deyirik. Bu da olub, hamıda bizdə də olub deyirik. Bunun kökündə nə dayanır? Bax, sizcə, uzun illərin bu psixologiya aləmində pedaqoji fəaliyyətə söykənəcək bir uzun yolculuğunuz var da. O baxımdan sizdən soruşuram ki, hər gün auditoriyada tələbələrlə, bax, nədir bunun kökündə dayanan? İlk öncə xoş sözlərə görə Elmir müəllim çox təşəkkür edirəm, var olasınız, minnətdaram. Çox təşəkkür edirəm. Verilişiniz barədə də mən
elmi aspektdə bir məqama toxunum ki, verilişiniz elmi baxımdan çox dəyərlidir. Çünki psixoloji xidmətdə, belə deyək, xidmətin müxtəlif istiqamətləri var, amma biz bu istiqamətləri iki qrupa bölürük. Qabaqlayıcı xidmət sahələri, bir də var müdaxilə edici xidmət sahələri. Qabaqlayıcı xidmət sahələri, məsələn, psixoprofilaktika, psixoloji maariflənmədən başlayır. Bir var hadisə baş versin, problem baş versin, onun qarşısını almaq daha çətindir. Nəinki onu qabaqlamaq. Sizin verilişiniz psixoloji maariflənmə istiqamətində çox dəyərli bir verilişdir. Psixoloji mədəniyyətin təbliğatı, baş verə biləcək o qədər sayda, məsələn, bu verilişi diqqətlə izləyənlər, orada özünə müəyyən nəticələr çıxardan çoxlu sayda insanlar var ki, onlar artıq bir sıra problemləri bu verilişin vasitəsindən, yəni aldıqları məlumatların köməkliyi ilə aradan qaldıra bilirlər. Yəni ona görə çox dəyərlidir. Elmi baxımdan da, çünki biz də psixoloji xidmət sferasında dərs keçəndə həmişə tələbələrimizə də vurğuluyuq ki, kütləvi informasiya vasitələrində psixomaarifləndirici verilişlərin əhəmiyyəti çox böyükdür psixi sağlamlığın qorunmasında. Yəni, ona görə Elmir müəllimin fikrinə də dəstək olaraq deyirəm ki, yəni çox dəyərli bir verilişdir. İnşallah axarlı olsun. Siz vurğuladınız ki, bizim özümüzdən, yəni bu problemin əhəmiyyətinə varmaq olurmu? Mütəxəssisin, yəni mən mütəxəssis məni özümdən daha mı yaxşı tanıyacaq belə suallar yaranır insanlarda. Bilirsiniz, mən efirlərdə mütəxəssis qəşəng danışanda, mən sizə bunu deyim, lap öz sahəmiz olsun. Psixoloq gözəl danışanda verilişdə mən çox ürəklənirəm. Niyə görə? Onu sanki özümü təmsil eləyir, bizim sahəni təmsil eləyir. Artıq psixologiya sferasına, psixoloqlara etimad yaradır. Amma hansısa psixoloq gəlib efirdə yaxşı danışmayanda mən sizi inandırım ki, mən utanıram. Deyirəm ki, ay Allah, bizi necə təmsil elədi? Bunu özümə qəbul eləyirəm. Yəni ona görə, bax, sadə bir şey götürək. Müəllim çox gözəl elmi bilir. Ancaq fərz eləyək, uşaq hazırlayırsınız. Hamımız indi şahidik də cəmiyyətdə repetitorluqla məşğul olur. Elə müəllim var ki, öz sahəsini çox gözəl bilir, amma repetitorluq qabiliyyəti, yəni belə deyək, lap repetitorluğu qoyaq bir kənara, auditoriyanı idarə eləmək qabiliyyəti zəifdir, başa salmaqda çətinlik çəkir. Ola bilər ki, illərdən sonra bunda bu peşəkarlıq yaransın, amma elmi bilir. Sadəcə izah etmək qabiliyyəti zəifdir. Və yaxud valideynlərdən soruşursan, deyir, çox gözəl repetitor kimi mənə təqdim elədilər, amma uşağımı onun yanına qoydum. O, mənim uşağıma heç nə öyrədə bilmədi. Ancaq elə müəllim var ki, onun savadı o qədər güclü deyildi, amma bildiyini öyrətmə qabiliyyəti güclüdür. Psixoloqlar da elədir. Yəni, elə psixoloq var ki, yəni yanına gedirsən, dəyərlər sistemi, mən bunu sizə deyim, psixoloqun özünün dəyərlər sistemi var. Məsələn, elə bir psixoloq var həyatında, mənim özümdə, məsələn, pasiyentimdə olubdur ki, həyat yoldaşı bir psixoloqun yanına gedib, qadın. Kişi mənim yanıma gəlib. Deməli, qadının özü də, yenə deyim, elə-belə sadə də psixoterapevt olmayıb. Çox güclü, tanınmış bir psixoterapevt, güclü, savadlı bir psixoterapevt olub. Amma o qədər ailə problemi ilə bağlı travma yaşayıb ki, onun o dəyərlər sistemi xanıma təsir eləyib, ərindən qisas, sanki özü qisas çıxır. Onu elə yönləndirib ki, və belə deyək ki, həyat yoldaşında artıq qurtuluş kimi, artıq xanımından, belə deyək ki, öhdəsindən gələ bilmirdi, gəldi. Mən deyim ki, təvəzzökarlıqdan uzaq olaraq və yaxud dindən də danışdıq. Biz birinci Allaha göz önündə canlandırmalıyıq. Sigmund Freud də sonda Allahın varlığını qəbul eləyib. Nə qədər ateist olsa da, özü evtanaziyaya imza çəksin, nə qədər, belə deyək, özü din də yaratmaq istəyibdi. Yəni, amma o xərçəng xəstəliyindən əziyyət çəkib, boğazında böyük bir şiş olub, hətta elə bir vəziyyətə gəlib düşübdür ki, sevimli iti belə ondan ilgənirmiş. Axırda o koma keçirdikcə, sonda Allahın varlığını qəbul edib ki, mən, yəni ona görə biz Allah altında insanlara xidmət edirik. Birinci vicdan faktorudur, yəni onu nəzərə almalıyıq. Bəli, bəli. Əslində nəzərə alacağımız o qədər şeylər var ki, Lamiyə xanım, bunlar haqqında biz sizdən reklamdan sonra danışacağını istəyəcəyik. Çox üzrlü sayın, reklam fasiləsinə keçid etməliyik. Qısa aradan sonra yenidən müzakirəmiz davam edir. Xatırladam ki, biz bugün psixi sağlamlığın qorunma yollarını müzakirə edirik. Reklamlar.
Reklamlar bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz bugün psixi sağlamlığın qorunma yollarından danışırıq. Hansı ki, çoxlarımızın əziyyət çəkdiyi, bəzən də fərqində varmırıq, nə baş verir, hansı xəstəlik içərisindəyik, müraciəti kimə etməliyik, istiqamətin doğru düzgün seçilməsi nə dərəcədə bizdə alınır, seçimdə nə dərəcədə yanılırıq kimi məsələləri aydınlaşdırmağa çalışırıq. Mütəxəssimiz dəyərli bizim Lamiyə xanım Qurbanova. Lamiyə xanım, az öncə reklamlardan öncə də biz fikrimizdə yarımçıq qaldı, fikrimiz tamamlanmamış qaldı. Bəsitə almağımız, bəzən getməkdə özlərimizə bunu yaraşdırmamaq, bilmirəm, egodur bu, təkəbbürlükdür bu, nədir bu? Ya bunu tam anlaya bilmirik, nə baş verir? Niyə bəsit alırıq bu qədər psixi xəstəlikləri? İnam, mən bayaq da vurğuladım ki, bəzən inam itir. Çünki insan gedir. Ancaq çox insan istəyir ki, qısa müddətdə müsbət nəticəsini görsün. Bayaq mən elə belə demədim ki, məsələn, kütləvi informasiyalar vasitəsində, yəni kiminsə çıxışı əks təbliğat ola bilər. Yəni savadlı olmayan bir insanın savadsız bir cümləsi əks təbliğata yönəlir. Ona görə xüsusi seçilməlidir. Efirə dəvət olunanlar, yəni o həmin sahənin reklamıdır, belə deyək. Həm psixoloji maariflənmə nöqteyi nəzərində bir sıra böyük problemlərin, kütləvi problemlərin qarşısının alınmasına xidmət edir. Yəni, reklamı güclü olan bir mütəxəssisin yanına gedir, amma bir şeyi dərk eləmək lazımdır, canlı reklam var. Yəni, mütəxəssisin yanına gedir və nəticəsini almayanda ətrafına bildirir ki, yəni getməyin, mən getdim, dəfələrlə getdim, bu qədər maddiyyat da verdim, ancaq nəticəsini görmədim. Yəni, bu sağlamlıq elə bir şeydir ki, yəni, belə deyək də, bir paltar satışı deyil ki, alasan, geyinəsən, çıxasan, yəni bir qida deyil ki, yeyib dadına baxasan, yəni bu insanlar müşahidə edir. Məsələn, baxır qonşudur, problemi var idi. Bu adamı yönləndirdilər. Qonşusuna deyir ki, mən gedirəm psixoloq yanına, amma nəticəsini görmürlər. Hansı psixoloq yanına gedirsən, filan psixoloqun yanına. Avtomatik psixoloqlar da yavaş-yavaş, tək o psixoloq deyil, başqa psixoloqlar da gözdən düşür. Yəni, bu inam etibarın itmə faktoru rol oynayır. Yəni, bunu xüsusi vurğulamaq istəyirəm. Ancaq, məsələn, eləsi də var ki, əksinə, indi bayaq Freyddən danışdıq. Məsələn, Freydlə Jungun da mübahisəsi ondan ibarət idi. Freyd deyirdi ki, qoy uzun müddətdə də belə bir şeydir. Uzun müddətli pasiyent gəlib getməlidir. Amma Jung deyirdi ki, transformasiya prosesi, yəni bunun üzərində dururdu ki, elə yanaşmalısan ki, pasiyentə, o öz potensialına güvənməlidir. O öz digər problemlərin də öhdəsindən gəlmək üçün bu, belə deyək ki, özgüvən olmalıdır. Özü dərk eləməlidir ki, inanmalıdır özünə ki, mən bu problemlərin öhdəsindən gələ bilərəm. Amma pasiyent, belə deyək ki, bir seansa gedir, bir nəticəsini görmür, 2 seansa gedir, nəticəsini görmür və artıq o da onda yanma sindromu yaradır. Yəni, gedir arxasınca ki, özünü, belə deyək, yaxşı hiss eləsin, əksinə getdiyi vaxt itkisi, yolda əziyyət, yəni bunlar da yavaş-yavaş fikirləşir ki, elə evdə oturanda mənim üçün yenə bir dərdim var idisə, indi getdim, ümidsizliyə qapanır, üstünə ikinci dərddə əlavə olunur. Burada siz elə gəlmir ki, ikinci bir tərəf də var da, burada bir həssas bir məsələ var. Uzun dayanıqlığa söykənəcək, uzun aylara söykənəcək müalicəsi olacaq psixi xəstəliklər var. Bilirik ki, qısa zamanda bunlar həllini tapa bilməz. Bəzən də bu insanlar onu qısa zamanda almaq istəyirlər, amma belə deyək də, bir 6 ay, 1 ilə qədər seansda nəticəsi olacaq xəstəlik. Biz 1-2 ayda gedirik, nəticəsini görmürük. Çünki bu zaten də görülməz bu qədər müddətdə və bunlarda başlayır ki, getdim, heç bir nəticə olmadı. Bunlar da var. İndi bunları bir-birindən ayırmaq məsələsi də var. Səbirsizlik, təmkinsizlik. Sadəcə, belə deyək də, getdiyi mütəxəssisdə nə zaman sağalacaq? Birinci sual odur. Valideyn övladı gətirirsə, mənim övladıma neçə gün qarant qoyursunuz, Lamiyə xanım? Neçə günə bu sağalacaq deyə. Mənim övladım sağalacaqmı ümumiyyətlə sualı verməkdənsə, onlar o zamanın qısalığını istəyir. Bu, bilmirəm, məsuliyyətdən qurtulmaqdırmı? Baş verəcək hadisəni qabaqlamaqdırmı? Ya onun mahiyyətini bilmirlər əslində. Çünki uzun xəstəliyi, biz neçə dəfələrlə proqramda məsələn ağır, ciddi psixi xəstəliklərin ən ağırı olan birincisi olan depressiya ilə bağlı danışında tamaşaçılar zən vurur ki, mən getdim psixoloqa, psixoterapevtə, nəticə olmadı. Neçə dəfə getmişsiniz? 2 dəfə. Və bu 2 dəfənin hansı nəticəsinə söhbət gedə bilər? Bu məsələlər də var. Mən bu barədə istərdim öz təcrübəmlə bölüşüm. Bilirsiniz, insan elə birinci seansdan psixoloqun yanına gələndə o yüngülləşdiyini hiss eləməlidir.
Əgər yüngülləşdiyini hiss eləmirsə, növbəti seanslardan o yayınacaq, gəlməyəcək. Yəni ilk seans böyük rol oynayır. İlk seansda həm sən psixodiaqnostika həyata keçirirsən, həm üzləşdiyin insanın psixoloji portretini özün üçün tam aydınlaşdırmalısan, həm də gələcəkdə hansı istiqamətlərdə psixoloji xidmət yönəldəcəyinlə barə həyata keçirəcəyinlə bağlı plan cızılmalıdır. Birinci seansda, yəni çox böyük birinci seans rol oynayır. Sonrakı seanslar artıq sənin üçün də rahat olur. Yəni mən öz təcrübəmdən görürəm ki, məndə məsələn belə deyək də, qəbulumda olan şəxs birinci seansdan artıq kifayət qədər yüngül, rahatlandığını hiss eləyəndə o ürəklə gələcəkdir. Yəni mən heç məndən soruşmur da. Bilirsiniz, deyir, mən növbəti səfər nə zaman gəlim? Deyirəm, nə zaman özünüzdə tələbat hiss elədiniz, gələ bilərsiniz. Heç vaxt da qoymuram ona. Rahat olsun. Hətta bəzən deyirəm ki, ola bilər ki, birinci seansda insan daha çox, belə deyək ki, istəyir bölüşsün problemlərini. Çünki belə deyək, fiziki problemdə sən deyirsən ki, get bu dərmanı at, nə bilim, bu aparatlardan keç, diaqnozun qoyulsun, bunu elə, bunu elə. O ona əməl eləyir. Saat filanda dərmanını atacaqsan falan. Amma psixi sağlamlıq, psixoloji problemdə sən ona desən ki, psixoloji gigiyena qaydası var. Negativ insandan, vampir insandan, emosiyalı səndən negativ informasiya yükləyəcək insandan uzaq dur. Bu adam nə edəcək? Bu adam deyəcək, niyə görə uzaq durmalıyam? Maraq verəcək. Tələbat var axı. Şuuraltı suallar yaranacaq. Əlavə problem gərək ona ətraflı izah eləsin. Ona görə psixoterapiyada, məsələn, rasional biz seçirik. Elə adam var, məsələn, həkimin özü. Psixoloqa müraciət edib, mənim də olub qəbulumda, müəllimlər olubdu, həkimlər olub, prokurorlar olub. Mən onlara, məsələn, rasional terapiyanı seçirəm. Çünki savadlı insandır. Biz ondan diskussiya eləməliyik. Bilir problemi nədən ibarətdir. Özdə indi maariflənmə səviyyəsi Ülviyə xanım çoxdur. Uşaqdır, qız uşağıdır, rayon yeridir. Bunun enoriz problemi var. Bunu psixoloq apazdırır, gətirir kənd yeridir. Yəni rayon mərkəzinə. Artıq qonşular baxır, bu qızın gələcəkdə məsələn böyüməyi var, yeniyetməlik dövrü var. Məktəbdə də məsələn uşaqlar artıq bunun haqqında belə xoşa gəlməz sözlər danışa bilər. İndi yaxınlaşıb, mən də oraya qonaq getmişdim kənd yerinə. Məndən xanım soruşur ki, bəs mənim uşağım belə bir problemdir, mən aparıram, gətirəməm. Mən psixoloji problemin kökünü onda görmüşəm ki, deməli evdə qız hansı yaşdan bu problemi yaşayıbdır? O yaşdan etibarən ki, artıq evdə oğlan uşağı dünyaya gəlib, oğlan uşağına diqqət həddən artıq çoxalıb, qız qayğı istəyir, bu qayğını kifayət qədər görə bilmir, orqanizm buna köməyə gəlib. Bilirsiniz, artıq psixoloji problem, artıq psixosomatik problemlərə də səbəb olubdur. Yəni, mən xanıma özüm üçün də belə deyək ki, deyirəm, fikrimi deyirəm, amma özüm də izləyirəm. Mən xanıma bildirəndə ki, mən də müşahidə eləyəcəm. Sən qızıma daha çox diqqət ayır, onu belə deyək, nəsə yemək pişirəndə, xəmir yoğuranda kənd yerində dinənə qızım, gəl sən də bu xəmiri yoğur, qızım bu paltarın belə olsun, bir sinif yoldaşlarını çağır, evdə onun üçün ad günü keçirdin. İnandırım sizi, Ülviyə xanım, heç onun mənə seansa ehtiyac olmadı. Məsləhətlərimin sayəsində mən müşahidə elədim ki, o qızın enuriz problemi aradan qalxdı. Çünki o qədər diqqət istəyirmiş anadan. Amma anaya da uşaq da başa düşmür. İfadə də eləyə bilmir fikrini. Baxır, oğlana çox diqqət ayrılır. Ona görə yəni deməyəm bundan ibarətdir ki, bu psixoloji sağlamlığın qorunması faktorunda, yəni biz hökmən o deyə bilmərik ki, sən bu qədər düzdür, elə bir böyük problemlər var ki, yəni uzun müddətli seans tələb edir, uzun müddətli seans tələb edir. Amma sən hökmən psixoloqun da peşəkarlığı ondan ibarətdir ki, sənin qəbuluna gələcək insan ilk seansdan kifayət qədər, yəni ruh yüksəkliyi hiss eləsin, o yüngülləşdiyini hiss eləməlidir. Yoxsa gəlir psixoloqla, psixologiyada da var da ünsiyyət bariyerləri, elə danışacaq, daha da günahkarlıq hissinlə qapıdan çıxandan sonra ora gəlmək istəməyəcək. Çünki heç kəs özünə günahkar hesab eləmir axı.
Bugünkü gündə çox dəbdədir. Məsələn, psixoanaliz üsulu çox dəbdədir. Yəni nə qədər diaqnostika metodikalarından istifadə elə, testlər, filan cürbəcür. Amma şuuraltı elə məsələlər var ki, biz üçün şuuraltı daxil olmalıyıq. O da danışıqla müalicə üsulu, yəni Freyddə. Sonra paralel olaraq psixoanalitik terapiya baxılır, o da hansı pasientlərdə, hansı ki, yenə deyirəm, psixoanalitik terapiyada da elə adamlar var ki, onun savadı o səviyyədə deyil, özünü dərk etmək çətinliyi var. Sən onu özünü dərk etməkdə, Freyd deyirdi də, belə deyək ki, psixoenerjinin açarı özünü dərk etməkdədir. Yəni o insanın özünü dərk etməkdə bu metodikadan istifadə eləməlisən. Onu danışdırmalısan. Sonra mən bir şey deyim ki, dəbə düşür, bəzən pasiyenti uzandırırlar. Freydin özünü yamsılayır, Freydə bənzədir. Freyd pasiyentlərin 99%-i qadınlar idi. Uzandırırdı, Freyd özü etiraf edirdi ki, mən o qadınlarla ünsiyyət quranda özüm də təsir altına düşürəm, üzlərinə baxmamaq üçün. Yəni, qoy danışsınlar da, indi bu kişi xaylağıdır, belə fikirləşirdim. Amma mən məsələn pasiyentlə ünsiyyət quranda mən onun üzünə baxmağı sevirəm. Çünki bəzən elə bir məsələ var həyatında, uşaqlığından danışanda, o gəlib o məqama toxunanda baxışını qaçırdır. Çünki şuur altında artıq o problemi sıxışdırıb, bastırıb o, amma sən onun baxışından təzədən yavaş-yavaş həmin məqama bir də toxunursan. Yəni, bizim güclü psixoloqlarımız çoxdur, həddən artıq çoxdur, amma mənim tövsiyəm nədən ibarətdir? Pasiyentə pul gözündə baxmaq olmaz. Bax, bunu da deyim. Yəni, pasiyentə həqiqətən elə yanaşmalısan ki, onun həyatını xilas eləyirsən, o sənə savab gəlir. Valla, neynəsən də maddiyyatın əvəzini heç vaxt o qazandığın deyir, cənnətin güşələri insanların ürəyində qazandığın məhəbbətin toplumundan ibarətdir. İnsan sağlamlığı üzərindən ticarət olmaz deyirlər. Həqiqətən də bu belə məsələdir. Bizim ikinci növbəti reklam fasiləsinə keçid alırıq. Reklam fasiləsindən sonra yenidən müzakirəmiz davam edəcək. Reklamlar bitdi, müzakirəmiz davam edir. Lamiyə xanım, təbii ki, bu durumda ağır ciddiləşmə, dərəcəyə görə gedənlər, təbii ki, yanaşmalar fərdi insan xarakterinə görə seçilir, siz vurğuladığınız kimi. Yəni, kiminlə terapiya hansı formada və üsulda aparılmalıdır. Amma bayaq çox gözəl vurğuladınız ki, bunun qorunması, təbii ki, onun qarşısını alınması üçün böyük bir təkandır. Qorunma yollarını necə tənzimləyək? Bəzən burada streslə mübarizə deyirlər, sağlam həyat tərzi deyirlər. İndi bunlar nə dərəcədə bu qorunma metodlarına uyğundur? Siz nə deyirsiniz? Bax, birinci mən deyim ki, mən məsələn, bazar günü kondisionerin qarşısında əyləşmişdim, möhkəm xəstələnmişdim. Ancaq mənim həyat devizim var. Mən bugün sizi kimi gözəl əməkdaşlarla pozitiv ünsiyyət quracaq dəyərli yoldaşlarla görüşə səbirsizliklə gözləyirdim və özümdə enerji, güc tapdım. Baxmayaraq ki, evdə toparlandım, gəldim. Mənim həyat düsturum var. Mənim xəstələnməyə vaxtım yoxdur. Yəni, iş o qədər maraqlı işlər təbii ki, çoxdur ki, xəstələnirsən, ancaq o işin müsbət belə deyək, nəticəsini göz önündə canlandırırsan. Xəstələnməyə vaxtım yoxdur. Bəzən də xəstələnməyə haqqım yoxdur. Bəli, ay sağ olun, haqqım da yoxdur. Anayam, xəstələndim, evdəkilərə kim qulluq eləyəcək? Mən bunu həyat devizi kimi seçmişəm. Buradan götürək də. Buradan götürək ki, sağlamlıq tənbəlliyi sevmir. Yəni, necə ki, özünə baxırsan, iş görürsən, qoçaq adamsan, sağlamlıq da insandan zəhmət tələb eləyir. Məsələn, deyirik ki, tip insana, tip bizim, yəni olmasa bizim sağlamlığımızdan söhbət gedə bilməz. Amma mən tövsiyə edirəm, tibbə arxain olmaq olmaz. Çünki tibbdə hər orqanın öz həkimi var da. Gəlirsən, dişim ağrıyır, dişvi müalicə edirsən, gözün ağrıyır. Tibb sənin həmin sahə üzrə müalicə edəcək, amma səni tamamilə sağlam etməyəcək. Xəstəliyi müalicə eləyəcək, amma səni tamamilə sağlam etməyəcək. Tamamilə sağlam olmaq üçün sənin özünün təşəbbüsün olmalıdır. Siz vurğuladınız, təbii ki, burada həyat tərzi də mühüm rol oynayır, motivasiya mühüm rol oynayır. Sən özün, yəni qidalanman, sənin belə deyək, istirahətin özü demək deyil, elə adamlar var, deyir, mən istirahətə gedirəm. İstirahətə vaxt ayırdım, istirahəti də bacarmaq lazımdır. İstirahətə gedən adam gərək hökmən bu getsin bir göl qırağında kebab çəksin, məsələn. Bunun odununu yığır, nə bilim, əziyyət çəkə-çəkə, əti şişə-çəkə, gələndə deyir, ay Allah, mən o kebabı çəkdim, elə yoruldum. Amma elə adam da var,
soyutma yumurta ilə, məsələn, getdi, gəzdi, təbiətin qoynunda, o təbiətdən zövq aldı, misal üçün deyirəm, gəldi istirahət elədi. Yəni, şərt o istirahətə vaxt ayırmaq, harasa piknikə getmək deyil, gerçəkdən də istirahət etməyi bacarmaq lazımdır. Yəni, hər gün sənin motivasiyan olmalıdır, təşəbbüsün olmalıdır, qeyd elədiyim kimi öz üzərində işləməlisən, həyat seçim tərzin düzgün olmalıdır. Çünki bilməlisən, bu canı da Allah sənə verib, sən birinci borçlusan o cana baxmaq. Bu can olmasa, ruh da, yəni bu orqanizmdə lazımi səviyyədə, yəni pozitiv, gözəl həyat sürə bilməyəcək. Birinci bizim vətənimiz haradır? Bədəndir. Çünki ruh burada dünyaya göz açır. Bu bədəndə yaranır. Yəni, birinci buradan başlamaq lazımdır. Sənin sağlamlıq sənin öz əlindədir. Düzdür, indi elə bir şeylər var ki, sağlamlığa daimi təsirlər var, insandan asılı olmayan təsirlər var, gözlənilmədən baş verən hadisələr var. Bu zaman, məsələn, belə deyək ki, psixoloji dayanıqlıq meyarları var, psixoloji immunitetimiz var, yəni bizim psixoloji gigiyena qaydalarımız var. Necə ki, fiziki gigiyena qaydalar var, məsələn, təmizliyinə fikir vermək, sağlam qidalanmaq, vaxtında yatmaq, eləcə də psixoloji gigiyena qaydaları var. Sən görürsən ki, bu insan uzaqdan gələndə ağzın açıq deyirsən ki, nə var, nə yox, başlayacaq. Ay, mənim dərdim filandır, ay, mən filan yerim ağrıyır, ay, bəhmən yerim ağrıyır. Görürsən, bu adam sənə başdan ayağa negativ tökdü. Bir gün gördün ki, bu adamla söhbət eləyəndən sonra gəlirsən, sənə də təsir eləyir, vəziyyətin pisləşir, psixoloji təsirdir də, istər-istəməz belə deyək ki, unuda bilmirsən. Növbəti səfər, məsələn, görürsən ki, elə negativ söhbət eləyəcək qrup var, yavaşca uzaqlaş. Bilirsiniz, təhlükəsizliyin qızıl qaydaları var. Görürsən, təhlükə varsa, təhlükəsizlikdən qaç, canını qutar. Yəni, bu, məsələn, pozitiv verişə bax, gözəl verişlərə bax, gözəl mütaliələr elə. Lap mütaliə eləmək istəmirsən, gözəl musiqiyə qulaq as, gözəl gəzinti, səyahətlərə get. Yəni, insan bu psixoloji gigiyena qaydalardır. Gözəl düşün. Hər kəsi gözəl görməyə çalış. Mənəvi bayaq mən niyə dedim ki, elə adam var, məsələn, mən psixoloq kimi deyim də, elə adam var ki, bunun, məsələn, maddi cəhətdən sənə qarşılıq verə bilmir. Amma sən o insana yardım elədin. O insanın həyatına olacaq uğurlar nə gözləyir? Onu müşahidə edib ondan pozitiv enerji alırsan. O da sənin sağlamlığına müsbət təsir edir axı. Xoşbəxtlik hormonu, bilmirəm, Elmir müəllim düz deyərəm, oksitosin hormonu var. Yəni, bu hormonlar hamısı endorfin, oksitosin, adrenalin, bu hormonlar da bizim pozitiv alırsan, immuniteti möhkəmləndirir də. Xeyirxahlıq elə. Yəni, elə adam da var ki, xeyirxahlığı özünə borc bilir, amma əvəzini görmür. Əvəzini görmür. O deyir ki, etdiyin yaxşılıq, mənim atamın gözəl sözü var, həmişə bir şeir də yazmışdı. O da fizika, riyaziyyat üzrə alimdir. Yəni, fizikadan dərs deyib, amma var olasınız. Axırda belə bir, belə deyək ki, insanları müşahidə elədi, axırda bir söz dedi, həmişə xeyirxahlığı təbliğ eləyir. Axırda gəldi qənaətə, nəticəsi budur. Deyir, etdiyin yaxşılıq bilinmirsə, bala, o yaxşılıq etməyin nə mənası var? Yəni, sən, bunda bir hikmət var. Sən yaxşılığı da elə adama elə və yaxud da elə bir insanlara elə ki, o insanlar sənə qaytarmasa da, amma həndəsi silsilə ilə cəmiyyətə yayılsın. Amma bir dəfə mənim oğlum gəldi, dedi, bu test imtahanları verirlərmiş məktəbdə, sınaq imtahanları. Dedim, amma mən elə yaxşılıq elədim. Dedim, bala, nə yaxşılıq elədin? Deyir, dərsini bilməyən uşağa şərait yaratmışdım, məndən köçürsün, balı yuxarı olsun. Dedim, o yaxşılıq deyil ki, sən pislik eləyirsən. Sən nəyi pislik eləyirsən? O gedib fəsad yaradacaq, lap alışdı elə bir şeyə, sən günah qazandın. Amma sən o insana heç belə deyək, sənə sağ ol deməsə də, ona bir kitabı oxumaq yolunu öyrətsəydin, valla o uşaq sənə sağ ol deməsə də, onun atasının alğışı sənə bəs eləyir, anasının alğışı bəs eləyir, qıraqdan müşahidə eləyəcəkdin, bu pozitivlik sənə enerji verəcəkdir. Yəni, ona görə yaxşılıq edəndə də, bax, gör, düzgün istiqamətdə yaxşılıq eləmək lazımdır. Yəni, elə adam var, əlindən tutursan, gətirirsən, elə yerə qoyursan ki, burada otursun, fərz eləyək, baxırsan ki, misal üçün deyirəm, o oturduğu yerdən ancaq cəmiyyətə fəsad verməklə məşğuldur. Sən elə fikirləşmə, mənə aidiyyatı yoxdur, xeyr, onu sən gətirib otuzdurubsan ora. Onun elədiyi pislikdən həndəsi silsilə ilə sənə də negativ pay düşür. Bəli. Ona görə, yəni, mənim psixoloji
gigiyena qaydalarına riayət etmək insanda psixoloji immuniteti formalaşdırır. Psixoloji immunitet də nədir? Ümumiyyətlə, immunitet müqavimət göstərmək deməkdir də. Hər hansı bir xəstəliyə qarşı müqavimət göstərmək qabiliyyətini. Necə ki, fiziki baxımdan sənin immunitetin var, bir xəstəlik tutmamışdan qabaq qızdırman qalxır. O qızdırma qalxanda nədir? Deməli, orqanizm mübarizəyə başlayıb. Nə olsa ki, dərman içirsən, salırsan, amma sən onun siqnaldır da. Bilməlisən ki, səndən hansısa artıq virus mu daxil olub filan. Eləcə də psixoloji immunitetdə. İmmunitetin varsa da sən o problemi yaxın qoymayacaqsan. Amma artıq o problem sənə daxil olduysa, psixoloji müdafiə mexanizmi işə düşür. Onu minimuma yendirmək üçün. Yəni, ona görə mənim verdiyim tövsiyələrdən biri birincisi ondan ibarətdir ki, bayaq dediyim kimi, mənim də devizim var. Xəstəliyə vaxtım olmadığı kimi, sağlam olmağa da, bayaq siz dediniz, borçlu olmaq lazımdır. Yəni, həm belə deyək, insanın yaxın ailə üzvlərinin qarşısında, həm işlədiyin mühit qarşısında. Çünki insan ağrıyanda, psixoloji problemində olanda ətrafında vallahi insanlar da səni tərk edir. Adam tək qalır. O da asosiallaşma gedir yavaş-yavaş. Tək olursan, insan uzaqlaşır da xəstə adamı. Yəni, sevdiyin əzizlərinə əziyyət vermək istəmirsənsə, onları istəyirsənsə, sən ayağa qalxmalısan. Valla mən çox vaxt yaxınlarıma deyirəm ki, əzizlərimə, sən mənə ən gözəl hədiyyən sənin sağlam olmağındır. Mən də əziyyət çəkməyəcəm. Yəni, mən həmişə bunu tövsiyə edirəm. Ona görə əzizini də sevirsənsə sağlamlığına bax, özünü sevirsənsə də sağlamlığına bax, Allahını sevirsənsə də Allah bu canı bizə elə belə verməyib. Bizim ixtiyarımızda deyil. Yəni, Allahın əmanəti, buna baxmaq lazımdır. Yəni, xəstəlikləri də bəstə almadan, bəzən də özümüzdən bacara bilmədikdə ən azından bunun biliyini, bunun peşəkarı olan insan və mütəxəssis var ki, ona müraciəti belə özümüzə faydalı bilək. Çünki onun dönüşü bizdən başqa kimsəyə faydası toxunmayacaq. Doktor, burada mübarizə, təbii ki, qorunma yolları içərisində dəstək sistemləri deyilən bir metod da var. Eyni zamanda peşəkar yardımı, elə mən onun haqqında danışıram, bunlar da mütləq olmalıdır. Bayaq dediyimiz kimi, bizim özümüzdə bəzən güc toparlaya bilmirik. Nə gözəl olardı, Lamiyə xanım, hər kəs özündə bir motivasiya versin və tezdən dursun, o qədər ruh yüksəkliyi olsun ki, bugün bütün işlərimdə uğur qazanacam. Amma bunu deməyi bacarmayanlar da var. Təbii ki, bunu deyənlər buna iddialı olanlardır və iddialı olan insanlar da həyatda hər zaman nəyəsə nail olanlardır. Amma bunu sadəcə niyə deyim ki, desəm nə dəyişəcək ki? O söz məni necə uğur qazandıra bilər ki? O qədər özlüyünün düşüncəsinə, gücünə, şübhə ilə yanaşan insanlar da var, deyilmi doktor? Bu insanlara dəstək sistemi və psixoloji, belə deyək də, mütəxəssis yardımı artıq mütləq vacibdir. İndi gəlir o mərhələ ki, bunun ailə üzvləri bunları mütəxəssisə gətirsin ki, bunlar özlərində bir problemi ümumiyyətlə qəbul etmirlər. Burada artıq ikinci problem başlayır. Bunlar necə gələcək, seans ardıcıllıq necə təminat verəcək? Bu da məsələnin ikinci bir problemi. Doğrudur, tamamilə. Biz adətən, biraz mövzudan üzr istəyirəm, icazənizlə, sizin izninizlə uzaqlaşım. Efirdən kimlərəsə, əzizlərimizə salamlar, təbriklər göndərik də. Mən də bugün elə təşəkkür edirəm sizə, bir daha belə dəyərli peşəkar mütəxəssisi dəvət edirəm Lamiyə xanımı. Elə efirdən onun öz iştirakından istifadə edərək Lamiyə xanımı, onun bütün ailə üzvlərini təbrik edirəm. Həyatlarında baş vermiş və gələcəkdə baş verən bütün xoşbəxt hadisələrlə bağlı. Bəli, övladının keçən gün olmuşdu. Bəli, nişan mərasimi keçir. Biz də əslində təbrik edirik. Elə doktorla mən təbrik edirəm. Proqramımız adından bir gözəl, sağlam ailənin sütunu qoyulur. Nə gözəl. Və burada artıq düşüncələr necə fokuslanırsa, o ailədə, bilirsiniz, əslində sağlam düşüncəyə gənclərimiz çoxdur. Bir ailəyə qədəm qoymaq da və burada özünün öhdəliyini və vəzifəni anlayan insan mənə elə gəlir ki, sağlam ailəni saxlaya biləcək. Öhdəlik və vəzifə. Mən bilirəm ki, bu xoş qayğılara görə uzun müddəti Lamiyə xanımı görə də bilmirdik. Bəli, artıq biz neçə həftə idi sizlə danışıb, hələ bir veriliş proqramlaşdıra bilmirdik. Tək gözəl günlər olsun və hər kəsin həyatında, şəxsi həyatında, ailəsində fərq etmir, xoş, gözəl günlərdən o adından, o ünvanlara doğru gedək. Bir daha təbrik edirik. Bizim bu dəstək sistemimiz və peşəkar yardım məsələmiz. Doktor, bunlarla necə mübarizə aparacağıq? Nə baş verəcək? Baxın, biz çox gözəl bilirik ki, təəssüf ki, mənə olur,
jurnalistlərimiz sual verirlər ki, məsələn, sosial şəbəkədə təbii ki, qara güruh, cahil, nadan kimlərsə deyirlər ki, həkimlərin özlərinin həkimə bizdə ehtiyacı var. Bizim də, məsələn, psixoloqlar var ki, özlərinin psixoloq ehtiyacı var. Amma onların təbii ki, dünya görüşü olmamaqdan kiminin sirəli gəlir. Və yaxud da indi bəzi insanlarsa bunu deyərkən sadəcə onlar psixoloq deyirlər deyə bunu bilmirlər də ki, əslində praktikada məşğul olan psixoloqların, psixoterapevt həkimlərin burada supervisor vacibdir. Mən həftədə bir dəfə Elizabeth xanımı onlayn görməsəm, birincisi heç özüm yaşaya bilmərəm, ikincidə mənim beynəlxalq lisenziyamı uzatmazlar. Onların vacib tələbi budur ki, mütləq supervisor olmalıdır. Yəni, və dünyanın ən güclü mütəxəssisi olsa da belə vacib standart tələb budur ki, onun supervisor olmalıdır. Praktikada işlədiyi müddətdə. Əgər dünyanın bu qədər, elə bayaq tarixdən danışdıq, Freydlə Jung elə bir-birini supervizorlar idi, superviziya edirdilər və orada da çox maraqlı hadisə ki olmuşdu ki, onu bir dəfə mövzu olanda o haqda danışarıq. Tamaşaçılarımız da izləsin həmişə verilişi. Əgər ən savadlı mütəxəssislərin belə peşəkar dəstəyinə özünün ehtiyacı varsa, düşünmür axı ki, mən özümü hamıdan yaxşı tanıyıram, mən tutaq ki, ən güclü mütəxəssis hesab olunuram, onda mənim niyə supervizora ehtiyacım olmalıdır? Demək lazımdır. Demək lazımdır ki, psixoloqun, həkimin, psixoterapevtin özünün ehtiyacı mütləq varsa, onda qeyrilərinin necə ola bilər ehtiyacı olmasın. Və düzdür, bilirsiniz, indi tamaşaçılarımız bilmir, amma psixoterapiya aləmində də müxtəlif məktəblər var, ziddiyyətlər, mübahisələr və çox fərqli yanaşmalar var. Və bir sıra Avropa məktəblərində vacib şərtdir ki, insan özü gəlib müraciət eləməlidir. Bizdəki kimi kimsə gətirməyi ki, ay onun problemi var, köməklə. Hətta mən bir dəfə onlayn imtahan verirdim. Nəyə görə? Azərbaycandan bir pasiyent üzərində mən o konsultasiya aparılmalı idi və onlar qiymət verməli idilər. Və bizdə əcnəbi dili bilən insanlar, yəni insan tapmaq, bu məsələyə münasib insan biraz çətin tapılırdı da. Bir nəfər nəhayət ki, belə razılıq oldu, bu əyani imtahan gedir və real case idi. Case'in amma ilkin müraciət ailə üzvləri tərəfindən olmuşdu. Təsəvvür neçə saat gedir və mən rahat gedirəm ki, artıq qəşəng gedir hər şey. Nəhayət ki, bu etapı, bu step keçiləcəkdir. Allah saxlamış, elə bir situasiya oldu ki, qayıtdı orada professordan biri, siz nədən, məgər sözünüz gəlib deməmişdiniz ki, o da ağzına, yox, əslində məni əvvəlcə valideynlərim tövsiyə eləmişdi. Oradaca saxladılar, o neçə saatlıq situasiya getdi işinə və mənə çox ciddi bir töhmət ki, sən nə ixtiyarla insan özü gəlib müraciət eləmədiyi halda valideynin istəyi ilə onu götürmüsən seansa. Yəni, bu həddi buluq dövrü olan bir insan idi, yəni yetkin bir insan, adalt bir insan idi. Yəni, elə məktəblər də var, çox kəskin, çox sərt yanaşan məktəblər də var. Elə məktəb var ki, gəlirsiniz, məsələn, olur da o susqunluq, stupor vəziyyəti yaranır bəzi seanslarda pasiyentlər. Məsələn, bir sıra məktəblərdə biz onu provokasiya edib danışdırırıq. Elə məktəb var ki, əgər susacaqsa, tamam, 40 dəqiqə susacaq. Demək, bu an o 40 dəqiqədə susmağı üstünlük seçir. Ona görə də çox fərqli yanaşmalar var, amma bir şey vacibdir. Bir şey vacibdir ki, hər bir halda belə hesab olunur ki, insanlar maariflənməlidir, insanlar kimin yanına getməli olduğu bilməlidir, insanlar düzgün mütəxəssis seçməyi bilməlidir, probleminin kimlə bağlı olduğunu bilməlidir. Bunun üçün də Azərbaycanın dahi klassiklərinin o vaxtdan dediyi kimi maarifçilik, öz üzərində çalışmaq, mütaliə vacib şərtdir. Ki, o mütaliəni də nə dərəcədə biz edirik? Məsələ də budur. Bilirsiniz, Ülviyə xanım, ümumiyyətlə, hər bir yerin, hər bir regionun özünün, belə deyək, milli psixologiyası var, etnopsixologiya. Yəni, ola bilər ki, sən xaricdə çox yüksək səviyyədə təhsil almısan, çox yüksək səviyyədə texnikanı bilirsən
xidmət belə deyək ki, qanun uyğunluqlarını bilirsən. Amma Azərbaycan xalqının tarixini bilmədən, Azərbaycan xalqının milli psixologiyasını bilmədən sən heç kəsə lazımi səviyyədə xidmət göstərə bilməyəcəksən. Necə? Belə deyək də, Karl Jung'un müsahibəsi var, məşhur psixoanalitik. Ona sual verirlər ki, psixoloji problemlər, hər bir sferanın belə deyək ki, inkişafı var da. Elə bir sahə var ki, gündə yeni bir texnologiya çıxır, tibbi aparat çıxır, müalicə üsulları çıxır. Elə sahələr var ki, artıq o vaxtı ilə müalicə olunmayan problemlər bugünkü gün həllini tapır. Karl Jung'dan soruşurlar ki, bu da psixologiyada da bu boyda kəşflər olunub, hansısa problemləri həll etməklə bağlı. Amma bu problemlərin çərçivəsi də azalacaqmı? Deyib, xeyr. Niyə görə? Çünki cəmiyyətdə baş verən bütün hadisələr şuur altına, nəsildən nəsilə ötürülür. Məsələn, Birinci Dünya müharibəsi baş verəndə yaşanılan travmalar yaşlı nəsildən sağ qalanlar var idi. İkinci Dünya müharibəsinin problemləri, psixoloji problemləri də üstə gəldi. Biz bugünkü gün müharibələr dövründəyik. Baxırsınızmı, qlobal sosial şəbəkələr, qloballaşan dünyada baş verən hadisələr hamısı bizim psixikamıza təsir göstərir. Qarabağ müharibəsi, Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi. Yəni, biz bu travmaları yaşamışıq. Sən Azərbaycan xalqının tarixini bilmədən, milli psixologiyasını bilmədən, o insan ilə gəlin psixoloji problemim var, bunu həll eləyim, elə şey yoxdur. Yəni, ona görə də bayaq Elmir müəllimin sözünə dəstək olaraq insan özü könüllü müraciət etmədirsə, mən də tamamilə ondan o məktəblə razıyam. Kimsə onu yönləndirirsə, yönləndirən adamdan heyif çıxmaq məqsədinlə hətta psixoloqun dediyinin əksinə gedəcəkdir. Yəni, bu söhbət, bu məsələlər var. Ona görə, məsələn, bugünkü gün mən sizə deyim, bizdə psixoloji, yenə deyirəm, psixoloqlar içərisində çox güclü psixoloqlar var. Bayaq siz supervizorlardan danışdınız. Məsələn, ali məktəblərdə bizdə elmi seminarlar olur. O supervizor prosesini elmi seminarlarda çox gözəl, yüksək səviyyədə, yəni biz onu əldə eləyəcəyimizi əldə eləyirik. Alimlər əyləşir, psixoloqlar, mütəxəssislər əyləşir, problemli mövzunu qoyuruq, hətta özümüzün yaşadığımız problemi bildiririk və mütəxəssislər, siz təsəvvür edin, adam oradan çıxanda necə yüksək səviyyədə sanki rasional terapiya keçmiş olursan. Yəni, dəstək alırsan, fikir mübadiləsi aparırsan. İndi təbii ki, sən əgər mütəxəssislər arasında deyilsənsə, misal üçün, Amerika psixoloqların, psixologiya cəmiyyətinin belə bir ifadəsi yayılmışdı ki, bir psixoloq iki pasiyenti dinləyəndən sonra onun özünə psixoloq lazım olur. Təbii, biz robot deyilik, biz insanıq. Yəni, insanıq və bizim də elə bir problemlər olur ki, məsələn, bir pasiyentimdən misal çəkim, həyat yoldaşı müraciət eləyib ki, mənim qadın müraciət eləyib ki, həyat yoldaşım özünə qəsd eləmək istəyir. Qadın bunu bir təhər zorla gətizdirib. İndi siz dediyiniz kimi kişi danışmaq istəmir. Biz indi buna müəyyən stimullar veririk ki, son vaxtlar dini terapiya da çoxalıbdır. Yəni, özə deyim ki, inanclı bir insan idi və mən bundan soruşanda nə məlum olur? Yəni, deməli, deyir, mən toydan qabaq deyir, əlimi yoldaşım Qurana bastırdı ki, mən ona heç vaxtı xəyanət etməyəcəm. Mən isə deyir, şeytana uydum, xəyanət etmişəm. Mən şeytanın təsiri altındayam. İndi deyir, mən özümə fikir verirsinizmi? Görün. Amma mən sizə deyim ki, onun nəticəsi müsbət oldu. Nə məndadır? Çünki biz ona, bax, dini inancı olan adamdır, ondan dini terapiyadan istifadə elədim mən. Amma yoldaşı da bilmədi ki, amma yoldaşı mənə bildirdi ki, mən sizdən qabaq onu başqa bir psixoterapevtin yanına aparmışdım. O deyir, çıxandan sonra, görün, qadın əlavə problem yaşayıb. Deyir, mənə dedi ki, bu kişidən sənə ər olmayacaq. Ayrılsan yaxşıdır. Baxırsınızmı? Sonra siz deyirsiniz ki, necə psixoloqa etibar? Dəhşət. Axı, bu psixologiyada anonimlik ciddi qorunmalıdır. Peşəkarlığın, belə deyək ki, vacib tələbləri var. Sən o xanımda da maraq yaranıb ki, görəsən nə ola bilər, heç ağılına gətirməyib, o da and işdir baxı. Yəni, ona görə, mən deyirəm, belə məsələlər də bəzən yığılır, psixoloqun özündə deyil. Bax, indi deyəcəyiz, psixi pozuntuları olan insanlar sırf Elmir müəllimin, yəni pasiyentlərdir, patologiyadır da, amma psixi pozuntusu yox, psixoloji problemləri olan insanlarla sırf
yəni psixoloqlar məşğul olun. Bir də ki, elə problemlər də var ki, qarşılıqlı əməkdaşlıq eləməliyik. Hətta mənim tələbəm vardı ki, birinci kurs tələbəsidir, çox güclü təşviş pozuntusu yaşayırdı. Mən artıq son vaxtlar onları endokrinoloqa göndərirəm. Birinci deyirəm, get endokrinoloqdan müayinədən keç. Məsələn, o hormonları baxdım, gördüm, hansı vitamin çatışmazlıqları var filan. Yəni, hormonları qaydasındadırsa, sonra qəbul edirik. Amma eləsi var, hormonal disbalansı var. Deyirəm, bax, sən ondan da məşğul ol, qızım, və o travmalarından da mən məşğul oluram. Yəni, bu elə bir sferadır ki, yenə dediyim kimi, bir-birimizdən biz hökmən qarşılıqlı əməkdaşlıq eləməliyik və Elmir müəllimin dediyi sözlərdən tamamilə şərikəm ki, yəni bizim də hökmən özümüzün bölüşməyə mütəxəssislərə, yəni ehtiyacımız var. Bəzən də kimlərisə məsləhət görəndə anidən filan kəsi tanıyırsınızsa, siz filan kəsə müraciət etməlisiniz deyə deyəndə çox dəb halına düşmüş bir ifadədir ki, o həmin insan elə özünə psixoloq lazımdır, o mənə nə kare olacaq ki. Amma bəzən də mən bunu cahilliyə bağlayıram, Lamiyə xanım. Ümumiyyətlə, zehni, əqli inkişafı olan insan, intellektual insan heç bir zaman o cür yanaşmaz. Yəni, psixoloqa ehtiyac var. Bu bəsit cılız bir yanaşmadır ki, təbii ki var. Yəni, dediyiniz qədər bir insanın negativ enerjisini və bir insanın cahilcə düşünən bir insanın, baxın, qarşınıza oturan insanın normal, sağlam düşüncəyə qaytarması üçün görün sizin nə qədər potensial enerjiniz gedir. Tükənmə gedir, emosional dayanıqlıq gücü gedir. Burada əqli, fiziki yorğunluq gedir. Bu deponu, balansı necə dolduracaq? Tükənmiş insan və nəzərə alaq ki, bundan sonra sizin ikinci seans var və o insan hansı problemlə gəlir? İndi orada nələri dəyişməyə qadirsin? Güc olmalıdır. Bu gücü alacaq baza yoxdursa, təbii ki, müraciət etmə. Əslində, bəlkə də bunun mahiyyətinə varmadan insanlar davranırlar. Bu sahəyə cılız baxan insanlar, bu elmə cılız baxan insanlar fərqində deyil ki, əslində çox böyük bir peşəkarlığa və elmə söykənəcək bir sahədir psixologiya. Mən hər zaman vurğulayıram ki, bu sahəni bəlkə də xəstəliklərin ən ümdə zirvəsində görün ki, bunun ardıca özü bir neçə xəstəlik gətirən, bəlkə də yeganə psixoloji pozuntular və psixi problemlərimiz var. Ümumiyyətlə, efirimizin də yekunlaşmasına az dəqiqələr qaldı. Lamiyə xanım, baxın, neçə il mütəxəssis, psixoloq, dosent, psixoloq üzrə fəlsəfə doktor, görün nə qədər elmi yolculuğunuz olub ki, sonda bu titulları qazandınız. Nə deyək, ümumiyyətlə edə biləcəyimiz nədir? Buradan bir sağlam mesaj ötürək. Bəlkə ola bilər bölgələrimizdə sizə əli belə deyək də çatmayan insanlar var. Ümumiyyətlə müraciət etməkdə bu və ya digər səbəbdən imkanı olmayanlar var. Amma biraz sıxıntısı və pozuntuya doğru meyli olan insanlar var. Nə deyək, özlərində hansı dəyişiklik etsinlər, nə kimi özlərində korreksiya edə bilsinlər, əgər edə biləcəklərsə o da? Valla mən deyim ki, verişə baxsınlar. Bu veriş, bayaq da vurğuladım ki, psixoloji maariflənmə istiqamətində olan çox maraqlı mövzular yəni qoyursunuz müzakirəyə. Yəni, özünü maarifləndirməklə məşğul olsunlar. Maariflənmə çox önəmli rol oynayır. Hətta bəzən bilirsinizmi, bizdə biblioterapiya deyilən bir şey var. Yəni, bəzən ailə problemlərinlə bağlı pasiyent gəlir, bilmir hardan başlasın. Elə bil ki, əlifbanı bilməyən adam ana dilindən danışmaq istəyir. Bəzən pasiyentə deyirsən ki, get bu kitabları oxu, özünün fikirlərini biblioterapiyada, yəni korreksiya elə, ümumiləşdir, ondan sonra müraciət eləyərsən. Əgər birinci seansa daha çox vaxt gedəcəkdirsə, gedir o kitabları oxuyur. Bəzən elə olur ki, öz problemini oradan tapmış olur. Daha, belə deyək ki, azaltmış şəkildə. Yəni, doğru düzgün ifadə demək. Yəni, mən birinci tövsiyəm odur ki, birinci növbədə özünü maarifləndirməklə məşğul olsunlar. Şükür Allaha, bugünkü gündə geniş imkanlar var. Amma bayaqki fikrinizə də istəyirdim ki, bir əlavə bir fikir bildirim. Ümumiyyətlə, image çox böyük rol oynayır. Bayaq siz dediniz, məsələn, psixoloqların özünə psixoloq lazımdır. Bunu mənim də yanıma deyiblər, yanımda işlədiblər, filan kəsə psixoloq lazımdır. İmage çox böyük rol oynayır. Yəni, pedaqoqun imagı olan kimi, pedaqoqun nə qədər problemi olsa da onun ixtiyarı yoxdur ki, auditoriyada, yəni öz şəxsi görünüşündə, geyim tərzində onun problemli olduğunu tələbə, şagird görsün. Pedaqoji image var. Eləcə də psixoloji image var. Yəni,
deyir insanın ən güclüsü əsəbi vəziyyətdə özünü ələ ala bilən insandır. Psixoloqun elə bir imici olmalıdır ki, yəni ona baxanda elə o imicə baxanda insan sakitləşməlidir. Yəni psixoloqun digər insanlardan fərqli cəhəti nədən ibarətdir? Bəli, psixoloq da problem yaşayır, amma başqalardan fərqli cəhəti odur ki, o problemdən çıxmaq yolunu bilir və tez çıxır. Yəni ona görə də biz, yəni bayaqki fikri istədim davam edeyim, ancaq mənim efir vasitəsindən müraciətim odur ki, özünü maarifləndirmə, bir daha özünü maarifləndirmə. Çünki maariflənmə varsa, psixoloji mədəniyyət də olacaq, ünsiyyət mədəniyyəti də olacaq, psixoloji dayanıqlıq da olacaq. Şükür Allaha, bununla da bağlı yenə də verilişimizə diqqətlə qulaq assınlar. Maraqlı mövzular çoxdur, çox böyük əhəmiyyətli təsiri var və daha böyük problemlərin qarşısını almağında qabaqlayıcı çox böyük, mühüm rola malik. Gənclərlə daha çox, hər gün gənclərlə auditoriyadasınız da, Lamiyə xanım. Ümumiyyətlə, bunlarda baxın, bu maraq, meyillilik nə dərəcədə gedir? Məsələn, adi bir tələbənin yanaşıb sizdən sual soruşması belə artıq göstəricidir ki, bu nəyə doğrudur? Ümumiyyətlə, bilmək istəyir, ya özünü bilmiş kimi aparmaq istəyənlər çoxdur indi. Bizdə pedaqoji universitetdə təmənnasız olaraq bizim universitetdə psixoloji xidmət kabinetləri var. Bizdə bu yaradılıb, indi digər universitetləri bilmirəm və tələbələr bizdə oxuduğu müddətdə, yəni hər həftə, hər gün orada növbətçi müəllimlər var, müəyyən saatlarda müraciət eləyirlər. Və tələbələr, mən sizə inandırım ki, əksəriyyət müraciət eləyən tələbələrin hamısı ailə problemlərindən müraciət eləyir. Yəni, uşaqların özlərini, bax, istəyir, aqressiya olsun, nə olur olsun. Yəni, valideynlər bütün problemlərini, o adicə qazanın arxasında oturmuş ana var, vaxtı ilə özünü reallaşdıra bilməyib, yemək pişirə-pişirə özünün problemlərini qızına ötürür. Yəni, o yeməyin içində belə problem qaçdırır, yəni duzunu problemlə tökür. Yəni, belə deyək, duz da problemlə ibarət. Yəni, mən sizə deyim, müraciət eləyən tələbələrin 99%-i ailədə artıq birinci kursdan etibarən inandırım sizə ki, gələcəyə ümidsizlik hamısı ailə, çünki ailə insan üçün xoşbəxtlik məkanıdırsa da, eyni zamanda insanın bədbəxtlik məkanıdır. Şəxsiyyətin formalaşma təməlidir. Necə ki, biz hansısa telefonu zaryatkada mənbəyə taxırıq, eləcə də ailə nədir? Enerji mənbəyidir, insanı yetişdirmək üçün. Yəni, mənim 99% tələbələrim hamısı oradan qaynaq. Çox təəssüflər olsun ki, ailə əslində sağlam düşüncəni məstunun qoyulduğu müqəddəs məbəddir. Nə gözəl ki, anlayışımız o qədər olsun ki, övladlarımızın da sağlam düşüncəsi məhz elə bizim sağlam yanaşmamızdan başlayır. Onların gözü önündə canlanan tablo, onların həyat devizi, həyat belə getməlidir deyə düşüncəsinin birbaşa təməlidir. Nə gözəl ki, bunları anlaya biləcək ailə sayılarımız çox olsun. Bəlkə də zamanla Lamiyə xanım danışdıqca və insanlar doğrudan da sonraki faciənin yenə əziyyətini özləri yaşayacağını dərk etdikdə özlərində yəqin ki, düşüncələrində və hərəkətlərində korreksiya edirlər. Mən sizin hər birinizə dərin təşəkkür edirəm. Dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün. Təbii ki, ümumiyyətlə problemlər, psixi xəstəliklər və psixoloji pozuntular o qədər mövzu genişdir ki, bizim bu bir saat yarımıza belə sığmaz. Yenə də inşallah növbəti görüşlərdə sizin o gözəl, dəyərli fikirlərinizi eşitmək bizim üçün xoş olar. Bugünlük bu qədər çalışaq, nə qədər özümüzün əlimizdədirsə, psixikamızı qorumağa çalışıq. Əgər əlimizdə və gücümüzdə deyilsə, birbaşa mütəxəssisə yönəlməkdə heç bir zaman qərarsız olmayaq. Salamat qalın, gecəniz xeyrə qalsın, sabah yenidən görüşmək ümidi ilə.